Yaşlı anamızdır. Bir neçə il öncə belindən əməliyyat olub. Belindəki implantları görürsünüz. Fiksatorlar qoyublar. Kanal darlığına görə, deməsinə görə. Əməliyyatdan sonra müəyyən bir müddət rahatlama olub. Hal-hazırda xəstənin şikayətləri yerimədə olan məhdudiyyət, yəni xəstə deyir, doktor, mən oturmadan 50 metrdən artıq gedə bilmirəm. 20, 30, 50 metr maksimum yol gedərəm, mütləq şəkildə har olsa oturmağım lazımdır. Çünki ayaqlarım saxlamır artıq məni. Kanal dar olan nahiyədən ya üstdən, ya aşağıdan, bəzən də imkan verirsə həmin nahiyədən onurak epidural steroid inyeksiyası icra etməyə qərar vermiş oluruq. Bu bizə nə verir? Bilir ki, kanal daralması varsa, mütləq şəkildə sinirlərdə sıxışma var. Sıxışma sayəsində ödem var, iltihab var sinir ətrafında. Bu da hər dəfə bir ikincili olaraq kanalı daha da daraldaraq şikayətləri daha da artırır. Ümid edirəm ki, bu prosedur bizim yaşlı anamıza da kömək olacaq. Ümid edirəm inşallah bundan fayda görəcək.